Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından namaz kitabı ve namaz kitabı devam edir. Ve müellif növbəti fəsil açır. Et-Terhibu minel busaqi fil mescidi ve ilel qibleti. Məsciddə və qibləyə tərəf tüpürmək və inşad dallət fi və məsciddə itmiş heyvanı axtarmağı çəkindirmək, qadağan etmək, bunu qorxutmaq və qeyri dəlikə mimmə yudkaru huna və başqa burada bu fəsildə zikr olunanlar ki, məsciddə tüpürmək, xüsusən də qiblə tərəfə qadağandır və həmçinin itmiş heyvanı və s. axtarmaq məsciddə qadağandır. Abdullah ibn Ömər radiyallahu anh deyir ki, Beynəmə Rasulullah sallallahu aleyhi ve selleme yaxtubu yevmən. Bir gün Allah elçisi sallallahu aleyhi ve sellem xutbə verərkən İdra'ə nuxamətən fi qibələl məscid. Fi qiblətil məscid. Birdən məscidin qiblə tərəfində yəni tüpürcək gördü. Nuxamətun ərəb dilində yəni insanın sinəsindən şirklə gələn tüpürcəkdir. Fətəğayyədə alən-nəs və Allah Resulü sallallahu aleyhi ve sellem insanlara qəzəbləndi. Thumma hakkəhə sonra onu silib təmizlədi və dedi ki, ravi deyir ki, dedi fədəə bizə'fəran. Zə'fəran istədi, çağıtdırdı ki, zəfəran gətirsinlər. Fələtəxəhu bihi və zəfəranı yəni sürtdü həmən o yerə. Həm iz gedir zəfəranla və həmçində qoxusu qalmır. Və dedi ki, İnnəllah əzzə və cəllə qibələ vəçhi əhədikum idə sallə. Sizdən biri namaz qıldıqda Allah Teala onun üzü tərəfdədir. Fələ yabsuq beynə yedihi qarşısına tüpürməsin. Başqa rəvayətdə isə Əbu Hurayra deyir ki, Ənə Rasulullah sallallahu aleyhi ve sellemə rəə nuxamətən fi qiblətil məscid. Allah Resulü sallallahu aleyhi ve sellem məscidin qiblə tərəfində tüpürcək gördü. Yəni sinədən gələn, o çirklə olan tüpürcək gördü. Fəəqbələ alən-nəs və insanlara tərəf çöndü, insanlara üst tutdu və dedi ki, Mə bəlu əhədikum yəqumu müstəqbilə Rabbihi. Nə olub sizdən birisi, nə üçün Rəbbinə tərəf, üzü Rəbbinə tərəf qalxır namaza fəyətənəxxa'u əməməhu və qarşısına tüpürür, yəni sinəsindən gələn o bəlğəmlə tüpürür. Əyuhibbu əhədukum ən yüstəqbələ fəyutənəxxa'a fi vəçihi. Sizdən biri istəyərmi kimsə onun üzünə tərəf durub onun üzünə tüpürsün. İdə bəsəqə əhədukum fəliyəbsuq an şiməlihi. Sizdən birisi əgər tüpürəsi olsa sol tərəfinə tüpürsün. Əv liyətful həkədə fi thəvbihi və ya belə paltarına tüpürsün. Thumma arani İsmailu yani İbn Uliyyə. Sonra ravi deyir ki, İbn Uliyyə İsmail mənə göstərdi, yəni paltarına tüpürüb sonra onu yəni bükməyi. Ki Allah Resulü sallallahu aleyhi ve sellem burada müsəlmanlara öyrədir, ədəb öyrədir ki, məsciddəykən birdən tüpürcək gələrsə, insan tüpürəsi olarsa ya paltarına tüpürür yaxud da yerə sol tərəfinə, ayağının altına. Və indiki dövrdə də yəni cib dəsmalı var və həmçinin salfetka var. Yəni iş daha da asanlaşmışdır. Əbu Səid Əl-Xudri deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem kənə tu'cibuhul aracinu ən yumsikəhə biyədihi. Allah Resulü sallallahu aleyhi ve sellem xoşuna gəlirdi xurma ağacının nazik çubuğu əlində saxlamağı.
فَدَخَلَ الْمَسْجِدَ ذَاتَ يَوْمٍ Ve bir gün mescide dahil oldu. وَفِي يَدِهِ وَاحِدٌ مِنْهَا Ve elinde de hurmanın nazik çubuğu var idi. Hansı ki o çubuğun üstünde hurma salkımları olur. Ve Allah Resulü sallallahu aleyhi ve sellem elinde bir çubuk mescide dahil olur. فَرَأَى نُخَامَاتٍ فِي قِبْلَةِ الْمَسْجِدِ Ve mescidin kıble tarafında tüpürcek görür. فَحَتَّهُنَّ حَتَّى اَتْقَاهُنْ Ve Allah Resulü sallallahu aleyhi ve sellem onları silir, qaşıyır, mescidin qiblə tərəfindən təmizləyir. Sonra insanlara tərəf qəzəbli halda üst tutur və deyir ki: "Yuhibbu ahadukum an yastaqbilahu raculun fayabsuqa fi vajhihi." Sizdən biri istəyərmi ki, bir kişi onun üzünə tərəf dursun və üzünə tüpürsün? "İnna ahadakum iza qama ila salati" Həqiqətən sizdən biri namaza qalxdıqda فَاِنَّمَا يَسْتَقْبِلْ رَبَّهُ O Rabbi ile üz üze durur. وَالْمَلَكُ عَنْ يَم۪ينِهِ Melek de sağında olur. فَلَا يَبْسُقْ بَيْنَ يَدَيْهِ Karşısına, qabağına tüpürməsin. وَلَا عَنْ يَم۪ينِهِ Ve sağ tərəfinə tüpürməsin. Ve başka rivayette ise deyir ki فَاِنَّ اللّٰهَ عَزَّ وَجَلَ بَيْنَ اَيْد۪يكُمْ fi salatikum. Həqiqətən Allah Teala sizin namazınızda, sizin karşınızdadır. فَلَا تُوَجِّهُ شَيْئًا مِنَ الْأَذَى بَيْنَ اَيْد۪يكُمْ Ve karşınıza hiçbir eziyet edici bir şey eləməyin. Yani karşı tərəfə, üzbəyüz tərəfə eziyet verici bir şey etməyin. Cabir ibn Abdullah deyir ki Etana Resulullah sallallahu aleyhi ve sellem fi mescidine Allah elçisi sallallahu aleyhi ve sellem bizim mescidimize geldi. Ve fi yedihi urcun ve elinde de hurmanın nazik çubuğu var idi. Fera'a fi kibletil mescid nuhameten ve mescidin kıble tarafında tüpürcek gördü. Yani o belgamli tüpürcek. Fe akbala aleyha ve ona tərəf üst tutdu. Fəhattəha bil urcun o çubuqla, xurma çubuğuyla onu qaşıdı, sildi, təmizlədi və sonra dedi ki: "Eyyukum yuhibbu an yu'ridallahu anhu?" Sizdən hansınız istəyər ki Allah Teala ondan üz çevirsin? "İnna ahadakum iza qama yusalli." Həqiqətən sizdən biri qalxıb namaz qıldıqda fe innallaha qibla vajhihi. Həqiqətən Allah Teala onun üzü tərəfdədir. فَلَا يَبْسُقَنَّ قِبْلَ وَشِهِ Ve üzü tərəfə, qarşı tərəfə tüpürməsin. وَلَا عَنْ يَم۪ينِهِ Ve sağ tərəfinə tüpürməsin. وَلِيَبْسُقَنَّ عَنْ يَسَارِهِ تَحْتَ رِجْلِهِ الْيُسْرَى Yani sol tərəfinə, sol ayağının altına tüpürsün. فَاِنْ عَجِلَتْ بِهِ بَادِرَةٌ Eğer yani tüpürməsi mütləqdirsə, yani tələsikdirsə, yani bazen olur insan yani çaresiz kalır, tüpürmek ihtiyacı olur ve Allah Resulü sallallahu aleyhi ve sellem burada diyor ki sizden bile eğer mütlak tələsik tüpürməlidirsə, yani insana tələsik gəlirsə فَلْيَتْفُلْ بِثَوْبِهَ كَذَا paltarına tüpürsün beləcə وَوَضَعَهُ عَلَى فِيهِ yani paltarını ağzına koysun ve tüpürsün. ثُمَّ دَلَكَهُ Yani Allah Resulü sallallahu aleyhi ve sellem burada edeb öyledir ki paltara tüpürsün ve onu yani paltarıyla etsin. Huzeyfe radıyallahu anh diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Men tefele tucahel kıbleti kim kıble tarafa tüpürerse ca'e yevmel kıyameti ve tefluhu beyne aynihi Kıyamet günü geldikte o tüpürdüğü iki gözünün arasında olarak gelir. Ve alimler deyir ki yani bu hadiste geçen Peygamber sallallahu aleyhi ve sellem sözü ki Allah Teala onun üzü tərəfdədir namaza qalxdıqda
və həmçinin bundan əvvəlki hədisdə فَإِنَّ اللّٰهَ عَزَّ وَجَلَ بَيْنَ اَيْدِيكُمْ فِي صَلَاتِكُمْ həqiqətən siz namazınızda ikən Allah Teala sizin qarşınızdadır. Yəni bu hədislər və buna oxşar başqa hədislər Allah Teala'nın ərşdən yuxarıda bütün məxluqatdan da yuxarıda olmasına ziddiyyət təşkil etmir. Necə ki, Quran və hədislərdə çox saylı dəlillər zikr olunmuşdur ki, Allah Teala ərşə istiva etmişdir, bütün məxluqatdan da yuxarıdadır. Və buna dəlillər həm Quranda, həm hədisdə və səhabələrdən və keçmiş salih müsəlmanlardan, imamlardan varid olan əsərlərdə bu yer tutmuşdur. Allah Teala bizi müvəffəq etsin, keçmiş salih müsəlmanlara, səhabələrə tabi olmağa. Yəni Allah Teala bütün məxluqatdan yuxarıdadır və bununla yanaşı Allah Teala bütün aləmi, bütün məxluqatı əhatə etmişdir. Və Quranda da Allah Teala xəbər vermişdi ki, insan hara yönəlsə, hara üz tutsa, Allah Teala'nın üzü oradadır. فَاِنَّمَا تُوَلُّ فَثَمَّ وَجْهُ اللّٰهِ Siz haraya çevrilseniz, namazdayken hara üz tutsanız, orada Allah'ın yüzüdür. Yani Allah Teala'ya tərəf üz tutur insan. Və bu iş hansı ki insanın bu halda olması, insan bir məxluqdur. Və məxluq hər tərəfdən əhatə olunmuşdur. Allah Teala bütün aləmi, bütün məxluqatı əhatə etmişdir. Yəni insanın, bu məxluqun mərkəzindən çıxan hər bir xət yenə də əhatə olunmuşdur Allah tərəfindən. Allah Teala bütün məxluqatdan ucadır. Məxluqatın hamısı əhatə olunmuşdur Allah tərəfindən. İnsan harada yönəlsə, yenə də Allaha tərəf üst tutmuş olur. Və Allah Teala əhatə olunmur, Allah özü əhatə edir. Və əhlüsünnən də etiqadı odur ki, Allah haqqında, Allah Teala ad və sifətləri haqqında varid olan dəlillər isbat olunur. Heç nəyə, heç bir şeyə oxşatmadan, bənzətmədən, təhrif eləmədən, necəlik vermədən. Yəni Allah Teala'nın özü haqqında, zatı barəsində etiqad necədirsə, ad və sifətlər haqqında delədir. Allah Teala özü, zatı var, lakin necəlik insana bildirilməmişdir. Necəlik bizə məchuldur və həmçinin ad və sifətlər də elədir. Allah Teala adları və sifətləri var, gözəl adları və uca sifətləri, lakin necəlik barəsində bizə heç bir elm verilməmişdir. Abdullah ibn Umar radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Yub'athu sahibun nuhamati fil qibleti yevmel qiyameti ve hiye fi vecihi. Qiblə tərəfə bəlğəmlə tüpürən insan qiyamət günü o tüpürdüyü üzündə ikən həşr olunacaqdır. Enes bin Malik radıyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. El-busaqu fil mescidi xati'atun. Məsciddə tüpürmək günahdır. Və kəffəratuhə dəfnuhə. Və onun da kəffarəsi onu bastırmaqdır. Yəni kim məsciddə tüpürərsə bilsin ki, günah iş görmüşdür və günahın da kəffarəsi onu silib itirmək, bastırmaqdır. Əbu Umamə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Ət-təflu fil məscidi seyyiətun. Məsciddə tüpürmək pis əməldir. Və dəfnuhu hasenetun. Və onu dəfn etmək, bastırmaq yaxşılıqdır. Əbu Səhlə Səib ibn Xallad, Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrindəndir. Deyir ki, Ənə rəculən əmmə qavmən. Yəni bir kişi
bir qövmə, bir cəmaata imamlıq edir. Fəbasaqa fil qiblət və qiblə tərəfə tüpürür. Yəni kişi imamlıq edərkən, namaz qıldırarkən qiblə tərəfə tüpürür. Və Rasulullah sallallahu aleyhi ve sellem yandır və Allah elçisi sallallahu aleyhi ve sellem də ona baxırdı. Və dedi ki, Allah Resulü sallallahu aleyhi ve sellem, yəni namazı bitirdikdən sonra bu insan və dedi ki, la yusalli lekum hada, bu sizə namaz qıldırmasın. Fəərədə bə'də dəlikə ən yusalliyənəhum, və ondan sonra o kişi, o qövmə, o cəmaata namaz qıldırmaq istəyirdi və onlar onu qadağan edirlər və onu geri çəkirlər Allah Resulü sallallahu aleyhi ve sellemin sözünə görə və bu Peyğəmbər sallallahu aleyhi ve selleme zikr olunduktan sonra deyir ki, Naam və hasibtu enne qala inneke ədeyte Allah və Rasulahu. Peyğəmbər sallallahu aleyhi ve sellem o kişiyə dedi ki, sən Allaha və Allahın elçisinə əziyyət verdin. Abdullah ibn Umar radıyallahu anh deyir ki, Əmr Rasulullah sallallahu aleyhi ve sellem rəculən yusalli bin nasi zuhra. Allah elçisi sallallahu aleyhi ve sellem bir kişiyə əmr edir ki, insanlara zöhr namazını qıldırsın. Fətəfələ fil qibləti və huve yusalli linnas. Və o insanlara namaz qıldırdığı halda qiblə tərəfə tüpürür. Fələmmə kənəti salatul asri. Əsr namazı olduğu vaxt Allah elçisi sallallahu aleyhi ve sellem başqasını göndərir ki, imamlıq eləsin deyə. Fəəşfəqər rəculul əvvəl, və birinci imamlıq edən kişi qorxur. Və Allah elçisi sallallahu aleyhi ve sellem yanına gəlir və deyir ki, ya Resulallah, əunzili fiyyə şeyun, ey Allahın elçisi, mənim barəmdə bir şey mi nazil olmuşdur, yəni vəhiy mi gəlmişdir? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, yox, vələkinnəkə təfəltə beynə edək, lakin sən önünə, qarşı tərəfinə tüpürdün və əntə qaimun təummun nəs, və sən də insanlara imamlıq etdiyin halda fəədeyt Allaha vəl mələikə, Allaha və mələklərə əziyyət verdin. Əbu Hureyra radiyallahu anh deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem belə dinləşdi. Mən səmi'a rəculən yənşudu dallətən fil məscidi. Hər kim eşitsə ki, məsciddə kişi itmiş heyvanını axtarır, desin ki, və axtararaq deyir ki, mən də'a məsciddə həm ticarət etmək qadağandır və həmçinin də itmiş heyvanı məsciddə elan vermək, axtarmaq haramdır. Necə ki, bu hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem qadağan edir və deyir ki, görsəniz, kimsə məsciddə nəsə satır və yaxud da nəysə alır, deyin ki, Allah sənin ticarətinə qazanc verməsin. Və əgər görsəniz, kimsə məsciddə itmiş heyvanını axtarır, elan verir, məsciddə elan verir, deyin ki, Allah onu sənə heç qaytarmasın. Əbu Bureydə deyir ki, Ənə rəculən nəşədə fil məscid. Bir kişi məsciddə itmiş heyvanını axtarır. İtmiş heyvanını axtarır, elan verir. Və deyir ki, mən də'a iləl cəml əhmar. Kim qırmızı dəvənin yerini bilir, kim qırmızı dəvənin yerini göstərər. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, la vəcəddə, heç tapmayasan. İnnəmə buniyyətil məsəcidu limə buniyyət ləhu. Məscidlər yalnız nə üçün tikilibsə ondan ötürülür. Yəni məscidlər zikir, namaz, Quran oxumaq, dua eləmək, yəni Allaha ibadət üçündür. Yəni məscidlər ticarət üçün, alış-veriş üçün və yaxud da elan vermək yeri deyil məscid. Hər hansı bir elanları paylaşmaq yeri deyildir məscidlər. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İdə tavadda ahadukum fi beytihi, sizdən birisi evində dəstəmaz alarsa, sonra məscidə gələrsə, kənə fissalat, namazdakı kimidir. Hətta yercə qaydana qədər, yəni evdə dəstəmaz alıb, məscidə gedən insan gedib qaydana qədər namazdakı kimi savab yazılır. Və sonra buyurur Allah Resulü sallallahu aleyhi ve sellem فَلَا يَقُلْ هَكَذَا, belə etməsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem
barmaqlarını bir-birinə keçir. Yəni iki əlin barmaqlarını iç-içə araya keçirmək qadağandır. Namaza gedərkən, namazı gözləyərkən qadağandır. Başqa rəvayətdə Kə'b ibn Ucrədən deyir ki, mən eşitdim, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. İzə təvaddə əhadukum thumma xaraca amidən ilə salat. Sizdən biri dəstəmaz alıb namaz üçün evindən çıxarsa, fələ yüşəbbikənnə beynə yədeyhi, əllərini, barmaqlarını bir-birinə keçirməsin. Həqiqətən o namazdadır. Və başqa hədisdə isə o da yenə də Kə'b ibn Ucrədən deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm məscidə mənim yanıma daxil oldu. Və mən də barmaqlarımı bir-birinə keçirmişdim. Barmaqlarımı bir-birinə keçirmişdim və dedi ki, ey Kə'b, İzə kuntə fil məscidi fələ yüşbikənnə beynə əsabi'əkə. Ey Kə'b, məsciddə olduqda barmaqlarını bir-birinə keçirmə, əlini barmaqlarını, aralarını bir-birinə keçirmə. Fə əntə fi salatin mən tadarta salat. Və sən nə qədər ki namaz gözləyirsən, namazdasan. Və başqa rəvayətdə isə buyurur ki, وَلَا تَتَّخِذُ الْمَسَاجِدَ طُرُقًا إِلَّا لِذِكْرٍ أَوْ صَلَاتٍ. Məscidləri yol eləməyin, yalnız namaz və zikr üçün. Yəni məscidi yol eləmək qadağandır. Ki sanki insan yolu qısaltmaq üçün məscidin bu qapısından girib o birisi qapısından çıxır. Yəni məscidi dövr eləsə, kənarından geçsə, biraz yolu uzanar deyə və yaxud da başqa hər hansı bir səbəblə məscidi yəni yol etmək, keçid eləmək qadağandır. Abdullah ibn Məsud deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Seyekunu fi ahiriz zamani qavmun yakunu hadithun fil mesacidihim. Axır zamanda qiyamətə yaxın elə insanlar, elə bir qövm olacaq ki, onlar söhbətlərini məscidlərində edəcəklər. Yəni dünyavi danışığı, dünya söhbətlərini oturub məsciddə edəcəklər. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, leysə lillahi fihim hacetun. Allahın onlara heç bir ehtiyacı yoxdur. Yəni məscidləri yol, keçid eləmək sanki bir koridordur. Bir yerdən başqa yerə keçmək üçün qadağandır. Və həmçinin məscidlərdə ticarət etmək, alış-veriş etmək qadağandır. Və məsciddə elan vermək, itmiş əşyanı tapmaq üçün elan vermək qadağandır. Və həmçinin məsciddə oturub dünya söhbətləri etməyi də Allah Resulü sallallahu aleyhi ve sellem qiyamətin əlamətlərindən olduğunu zikr edir. Və buyurur ki, Allah Teala'nın belə insanlara ehtiyacı yoxdur ki, o insanlar ki, məscidə gəlirlər dünya söhbətləri etmək üçün. Alış-veriş, işləri necə getdi, nə aldı, nə satdı, evi necə tikdi və s. bu söhbətlər. Çünki məscidlər tikilmişdir, bina edilmişdir ki, Allah zikr olunsun, ahirət zikr olunsun. Dualar, namaz və s. Quran oxumaq, yəni məscid bundan ötürür. Allah Teala'dan istəyirəm ki, Allah Teala bizə eşidib yaxşısına tabi olanlardan etsin. Və Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.